Sizcə burada nə baş verir? Bilmək üçün gəlin bir neçə saat əvvələ qayıdaq. İyulun 28-də tələbə qəbulu üzrə Dövlət Komissiyası Ali və Orta İxtisas məktəblərinə 4-cü ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. Bugün özəlliklə həkim olmaq istəyənlər imtahan verir. Abituriyentlərə 5 fənn üzrə 125 sual təqdim olunub. Onların sualları cavablamaq üçün 3 saat vaxtı var. Həyəcan, qorxu, narahatlıq. Bu hissləri təkcə imtahan verən abituriyentlər yox, onların yolunu gözləyən valideynlər də keçirir. Çox əziyyət çəkir, yüksək bal gözləyirəm, görək. Hazırlaşır, yüksək sınaqlarda yüksək bal yığıb, 600-dən yuxarı. Belə də valideyn kimi həyəcan keçirdik, tək hamı bütün uşaqlar bilsin, bizimkidən olsun. Mənim qızımın arzusu həkim olmaqdır. Keçən il qutardı 11-ci, keçə bilmədi, balı çatmadı. İndi bu il yenə təkrar gəlib. Mən qızımdan gözləyirəm 600-ə yaxın. 700 bal gözləyirəm. Ümid gözləyirəm ki, heç olmasa 500-600 bal toplayar, üstə qəbul olar. Kimi həyəcandan imtahanı yarımçıq tərk edir, kimi uşağı üçün durmadan dua edir. Kimi də imtahandan çıxar-çıxmaz müəlliminə zəng edib cavablar yoxlayır. 6 düzdürsə, söz düz yazmışam bunu. Sonra 3-cü növ təyini söz birləşməsinin mənsubiyyət şəkil ixtisarı oluna bilər də. İkincidə mi oluna bilməz? Bir də son vaxtlar diqqəti çəkən mənzərə imtahandan çıxanları gözləyən dost tanışdır. Saatlarla əllərində müxtəlif şüarlar yazılan plakatla imtahan binasının qarşısında gözləyənlər. Bir də imtahan gərginliyini azaldan, həyəcanla imtahan binasının qapısına boylananların üzünə qısa müddətə də olsa gülüş gətirən qarşılanma. Beləliklə 3 saat başa çatdı. Suallar necə idi, necə yazdın? Ətrafdan ən çox bu ifadələr eşidilir. Hələ valideynlərinin yanına çatmağa macal tapılmış. Söhbətləşdiyimiz abituriyentlərin çoxu imtahana düşən suallardan razılıq edir, imtahanlarda yüksək nəticə göstərəcəklərinə inanırlar. 2 illik hazırla gedirəm, əziyyət çəkirəm. Ən azından Allah bizim əziyyətimizi yerdə qoymayacaq, bəhrəsini görəcəyik. İnşallah. 650-ni kəsərəm. Ən asan. Mən biologiyanı çətin göstərdim, asan oldu. Kimyanı aslında biraz çətinləşdirmişdim. Sinir sistemi ilə bağlı bir dənə sual vardı, o çox asan idi. Bir də yosunlarla bağlı sual idi. Bir də inşallah tibb universitetdə qəbul olmaq istəyirəm, inşallah. Yəqin ki, balım da yaxşı olar inşallah. Belə normal suallar idi, yəni sınavlardan asan idi. Görərsən, niyə görmürsən? Onları qarşıda imtahan qədər mürəkkəb daha bir mərhələ gözləyir. Çıxış qapısında yaranan çətinlik. Hayır. Kapılar şansı bizden çıksın. Masamasına yaratmadı. Bəziləri buna yol tapır. Bax belə. Üçüncü dönəmdə indi çıxdı, belə babam yazıb görəkdən oldu. Gedirin yoxlasın. Buralardan bakın alırız. Hə, yazıb çıxıb bəşir. Səbri çatmayıb cavabları da buradaca yoxlayanlar da var. 4-cü qrup üzrə 12 minə yaxın abituriyent ərzi təqdim edib. İmtahan verənlərdən ən yaşlı abituriyentin 54, ən gəncinin isə 15 yaşı var.